Səhnədə baş uca dayanan erkən, Təbrizin başında dəmirdən görkəm, sınmaram zərbədən, Poladdan bərkəm, haray haray deyən qəhrəman türkəm, millət yaratmağa həmasa istəyir, öz ana dilində mədrəsə istəyir. Üç kəlmədir varlığını bildirən, bir mənligi, bir vətəni, bir eli. Yaşasın varlığım, yaşasın elim, yaşasın dünyada öz ana dilim. Çağırırız Usta Hasan Ağa Dəmirçi. Sağlıqlarına gözəl bir əl çağırır. Her milletin öz toprağı var, öz dili vardır. Dil yardımı değillerin, el de dile yardı. Dünyada ana doğma dili bilmemek azdı. Çoxdandı qalıb od vurulan köz dilimizde. Yazmaq, oxumaq olmalıdır öz dilimizde. Azər balası iller uzun təhqir olubdur. Kimsə danışıb dil sözünü təkvir olubdur. Çoxlar bu dili kəsmək üçün əlbir olubdur. Sanki çıxarıb min biriki göz dilimizdə yazmaq, oxumaq olmalıdır öz dilimizdə. Niskildir bizim evladımız qunçada solsun. Qoy sevsin uşaq, doğma diliyle yaşad olsun. İllərdir yasaqlarda qalan dil azad olsun. Yazsın bu elin öz balası. Söz dilimizde yazmak, okumak olmalıdır. Öz dilimizde, öz dilimizde. Hamza xoş gəlmisiniz deyirəm. Çox zəhmət çəkmisiniz, uzun yol. Amma istək çox, məhəbbət eləmisiniz. Sonra dilin əhəmiyyəti mənə elə gəlir ki, təbiətdə də hörmətlidir. Təbiət dili, təbiət ya Tanrı, Allah kimdir yaradan, elə yerdə yaradıb ki, 32 dənə müsəlləh qorucusu var, gözətçisi var. Və elə yerdədir ki, insan baxsan görürsən, maşındayıq, qandan düşür. Hər cür yaralı, hər cür çətin nə olur, amma o nə ilə içəridə isə olur. Bəllidir ki, bunu təbiət özü qoruyubdur və biz də borcumuzdur ki, dilimizi qoruyaq. Necə ki, hər millət, hər insan, hər bir adam öz dilini qoruyar, biz də dilimizi qorumaq üçün bugün burada toplaşmışıq ki, əlbəttə yeni yetmə uşaqlar, şairlərimiz, çalışan insanlarımız çıxış eləyəcəklər. Ona görə mən öz növbəmdə vaxtı çox yubatmaq istəmirəm, bir ayrı şeiri də var, vaxt olsa sonra oxuyaram. Olmasa dostlarımız çoxdular, onlar oxuyacaqlar. Mən bir daha təşəkkür edirəm, xoş gəlmisiniz deyirəm, mikrofon verirəm. Ahmetciğin özüne göre kimi çağırmalı. Sağ olun. Selam olsun hamımızın xidmətinizə və bu günü təbrik ərz edirəm. Azərbaycan bütün qalxıb əyağa, dayanmamış əsla özgə dayağa. Düşünüb gəncilər düşüb qabağa, silahsız, qəhrisiz çıxıb oylağa, millət yaratmağa həmasa istəyir, öz ana dilində mədrəsə istəyir. Baskın
ziddine kaldırmış bayrak. Baskıntı ziddine kaldırmış bayrak. Söz deyir eline almamış çomak. Səhviden, gərəzdən, yanlışdan uzak. Dümbələm düz yolu seçibdir ancaq. Millət yaratmağa həmasa istəyir, öz ana dilində mədrəsə istəyir. Hər kim müraciə qılsa vicdana, şübhəsiz haqq verər Azərbaycana. Lazımdır öz haqqın almaq insana, mədəni şəkildə gəlmiş meydana, millət yaratmağa həmasa istəyir, öz ana dilində mədrəsə istəyir. Xahiş edən bir dəvini axırında lütf edəcəklər. Dünyada tərh olmuş qayda bu sayaq. Dünyada tərh olmuş qayda bu sayaq. Edəməz kimsə bu qaydanı yasak. Öz ana dilində yazıb oxumaq hər elin müsəlləm haqqıdır ancaq. Millət yaratmağa həmasa istəyir, öz ana dilində mədrəsə istəyir. El dərdin deməkdən elçi usanmır. Şumunist elçisi amma inanmır. Ha pühlə, yaş odun ocaqda yanmır. Ha pühlə, yaş odun ocaqda yanmır. Özgə dildə dərsi uşaqlar qanmır. Millət yaratmağa həmasa istəyir, öz ana dilində mədrəsə istəyir. Əcnəbi dil bizə etməyib kömək. Əcnəbi dil bizə etməyib kömək. Hədər olmuş elm göstərən əmək. Manqutlar yesə də bu yoldan çörək, tərisə getmiş yoldan qayıtmaq gərək. Millət yaratmağa həmasa istəyir, öz ana dilində mədrəsə istəyir. Çün ayrı bir dildə təhsil almışıq, çün ayrı bir dildə təhsil almışıq, yad oyunlarının əksin salmışıq. Yerdə sabit durub əyaq çalmışıq. Elmidə, sənətdə dalı qalmışıq. Millət yaratmağa həmasa istəyir, öz ana dilində mədrəsə istəyir. İnkişaf kərvanın yeritmək üçün, təhəccür buzların əritmək üçün, hünər oğruların kiritmək üçün, öz zəngin kültürün diritmək üçün, millət yaratmağa həmasa istəyir, öz ana dilində mədrəsə istəyir. Dirilik nişanın ana dilidir. Dilsizin hər ili ölən ilidir. Hər niskildən yaman dil niskilidir. Şuarı istəki qəsbi bəllidir. Millət yaratmağa həmasa istəyir, öz ana dilində mədrəsə istəyir. Yurdumuzdan olub hoviyyət sürgün, yurdumuzdan olub hoviyyət sürgün, milliyyət riştəsi düşübdür dügün, gərək çalışmaqla açılsın bugün, əsalət yerinə qayıtsın düzgün, millət yaratmağa həmasa istəyir, öz ana dilində mədrəsə istəyir. Ölkəmizdən təbiz donun soymağa, toxlar sağlanmağa, aclar doymağa, kinənin, nifrətin, kökün oymağa, sülhün binövrətin möhkəm qoymağa, millət yaratmağa həmasa istəyir, öz ana dilində mədrəsə istəyir. Səhnədə başuca dayanan ərkəm, Təbrizin başında dəmirdən görkəm, sınmaram zərbədən, poladdan bərkəm, haray haray deyən qəhrəman türkəm,
millət yaratmağa həmasa istəyir, öz ana dilində mədrəsə istəyir. Üstadımız, Üstad Herisi cənabına. Sizin alqışlarınızla çağırılan qeymət olmasın. Bizim heç zadımız olmasa da Təbrizimiz var. Təbrizimiz var, hər zadımız var. Təbriz şayət çox zərbələr görüb vəli bir möcüzə-i qeybi həmişə bunu elə saxlayıbdır ki, bunun şəni azalmayıb. Nuri incəlsə də vəli sönməyib və qalıb və mövcudiyyətini hifz edibdir. Və bugün bizim bu yığıncağımız və qurtay ondan xatirli belə biləm dil mövzuunda bir bəhsi gələ araya. Bizim dil mövzuunda istəyək danışaq, əvvəl görək o mərkəzi tabaq, görək dillər hardan nəşət tapıblar və hansı dil hardan möhkəmləşibdir və hansı qovmun içində hansı dil raic olubdur, bunu möhtacıq qaynaqlarımıza. Qaynaq olmasa, biz danışsaq qaynaqsız nəticə alamayacaq. Nuhun gəmisi Azərbaycanda yerləşibdir. İndi bizim məxəzimiz buna Tövrat və Quran və Herodotun tarixi və öz tarixlərimizdir. Bunların hamısı bizə məxəzdirlər. Mütəəssifanə, bəzən bizim öz içimizdə belə nəzərə gəlir ki, birdən deyirlər məxəz nəyə lazımdır? Məxəzsiz hər kəs bir zada istidad eləməsə, bir söz danışsa, onun nəticəsi yoxdur. Nuhul üç oğlu Sam, Ham, Yafiz və gəmiləri Aralat dağlarının etabında tipi Tövrat və Quran və ayrı tarixlər orada əyləşib yerə və Nuh orada bir qəriyə binası qoyub ki, Nuh çıxan ki, sonra olub Nəxçıvan, yəni ki, istəyəsək biz bir iftiharda qazanaq, onu da qazana bildik ki, Əbülbəşər-i Sani ki, Nuhdir, o Azərbaycanlıdır. Və gəmisi Azərbaycanda yerləşib, üç oğlu var. Sam gedibdir Yəmən tərəfinə, Ham gedibdir Afrika tərəfinə, Yafiz qalıb burada. Bunlar bəllənsinlər. Bunu da əvvəldən rişədən görək başlamaq. Bu üç oğlun ki, Yafiz burada qalıbdır. Şeyx Məhmud Kaşqəri yazır ki, Yafizin üçüncü oğlu da olsa ya ikinci, çün Nuhun oğlanların gözəl idi. Allah Teala bu Yafizi Türk rəqəbindən rəqəbləndirdi. Türkün mənası gözəllikdir, yazısıdır. Yəni gözəl. Və qeyddə Allah-u Teala həmən Şeyx Məhmud Kaşqəri bu billər də yazır. Bir də hələ mən o qədimi, o hamısının qədimidir, onu nəzərdə tuturam. Şeyx Məhmud Kaşqəri yazır ki, Vasitüküdə Allah Teala Türk dilin Yafizin dilinə ilqa elədi. Mühəmməd Vəsələha qabaq, 1000 il bundan qabaq yazıb ha, o kitabı. O ki, bizim dilimiz müəyyətdir indəllahdan və möhkəmdir.